Yeni süfrənizə xüsusi yaraşacaq çələng formasında super bir salat hazırladım. Ərzaqların hamısını əvvəlcədən qaynadıb soyutmuşam və kub-kub doğramışam. Gördüyünüz kimi kartof, yumurta, kök və əllə didilmiş toyuq əti, göyərtilərdən də süd, bir qədər göy soğan və turşu xiyar əlavə edirəm. Zövqə görə duzun, istiotunu da vurduqdan sonra bolluca mayonez əlavə edib salatı yaxşı-yaxşı qarışdırıram. Mayonezi də Sekret Vkusadan seçmişəm, çünki mənim üçün ləzzətlə yanaşı keyfiyyət və halallıq da çox önəmlidir. Mayonezdən bir qədər əlavə edib qarışdırdıqdan sonra baxdım ki, mayonezi bir qədər az gəldi və biraz da əlavə etdim. İnanın, o qədər ləzzətli, o qədər dadlı bir salat alındı ki, hazırlanması asan, paytaxt salatına oxşar bir salatdır. Dadı isə həqiqətən doyulmazdır, çox ləzzətlidir. Mütləq bu salatı hazırlamanızı tövsiyə edirəm. Salatı hazır etdikdən sonra 20 sm olan formanın içərisinə əlavə edirəm və çələng forması verirəm. Bəzək üçün isə mən şüyüd və nardan istifadə etdim. Yeni süfrənizə çox gözəl yaraşacaq bir salatdır. Hazırladığınız istənilən salatlara bu cür forma verərək bayram süfrələrinizi bəzəyə bilərsiniz. Həm görüntü, həm dad ikisi bir arada həqiqətən də möhtəşəmdir. Hazırladığım salatı yarım saat soyuducuda dinləndirdikdən sonra artıq nuş edə bilərsiniz. Resepti itirməmək üçün mütləq yaddaşa verin, videonu bəyənməyi unutmayın. Bu arada göz haqqınızı da halal edin. Yeni videolarda görüşmək ümidilə. Sağ olun, salamat qalın.